Bəli, doğru etmirsən. Evli bir insan sevirəm oxuyub Ülviyə Namazova 5,1 milyonda izləməsi var. Bu nəyin təbliğatıdır, nəyin çağırışıdır, mənə çox maraqlıdır. Azərbaycanın milli mənəvi dəyərlərinə, adət-ənənələrinə açıq-aşkar zidd olan bir ifa. Bu mahnını kim bəstələyib, nə üçün bəstələyib, bu mahnını oxuyan Ülviyə Namazova nə üçün oxuyub, çox maraqlıdır. Niyə audiovizual şura şərait yaradır ki, nəzarət etmir ki, belə mahnılar efirdə səslənir? Bu bir. İkincisi, bəstəkarlar ittifaqından xahiş edirik buradan. Həmin bu mahnını bəstələyən, mahnını yazan şəxsi tapın. Niyə bunu yazıb? Bununla bağlı bir ölçü götürün. Çox maraqlıdır. Evli bir insanı sevmək və bunun təbliğatını aparmaq, bu haqqında mahnı ifa etmək həqiqətən də Azərbaycan milli mənəvi dəyərləri üçün heç də normal bir səsləndirilən musiqi deyil.